Mil Qarabağ və Aşağı Şirvan kollektorlarında işlər ötən il olduğu kimi bu ildə davam etdirilir. Görülən işlərin əsas məqsədi kollektor sistemlərini lildən və duzdan təmizləmək, şoranlaşmanın qarşısını almaqla torpaqların münbitliyini artırmaqdır. Hazırda bu istiqamətdə kompleks meliorativ tədbirlər davam edir. Görülən işlər Mil Qarabağ və Aşağı Şirvan kollektorlarının İstismarı İdarəsi tərəfindən həyata keçirilir. Hazırda buldozer, ekskavator və digər ağır texnikalar ərazilərdə lildən təmizləmə işlərini yerinə yetirir. Balansda olan nasos stansiyalarında isə cari təmir işləri aparılaraq yeni mövsüm üçün saz hala gətirilib. İdarəmizin balansında olan ən böyük kollektor Mil Qarabağ kollektordur ki, uzunluğu 152 km, su aparma qabiliyyəti isə 25 kub metr saniyədir. Kollektor Yevlax, Ağcabədi, İmişli, Bərdə, Kürdəmir rayonları ərazisinə xidmət edir. İkinci böyük kollektor Aşağı Şirvan kollektordur ki, Zərdab və Kürdəmir rayonlarının qurum sularını ərazidən xaric edir. Mil Qarabağ və Aşağı Şirvan kollektorlarının İstismarı İdarəsi tərəfindən kollektorların lildən təmizləməsi ilə bərabər kollektorlar üzərində olan su ötürücü boruların da dəyişdirilməsi işləri həyata keçirilir. Hazırda su ötürücü borular dəmir beton borularla əvəzlənir. Bunun üçün əraziyə texnikalar cəlb olunub və idarənin mütəxəssisləri tərəfindən borular dəyişdirilir. 45 ədəd hidrotexniki qurğu cari təmir edilmişdir. Əlavə olaraq idarəmizin balansında olan 5 ədəd nasos stansiyada cari təmir işləri aparılmış və əlavə olaraq 5 ədəd elektrik mühərriki əsaslı təmir edilmişdir. Çalışacaq ki, balansımızda olan kollektor dren şəbəkəsinin normal istismarı və saz saxlanılması üçün bütün qüvvələrimizi səfərbər edək. Qeyd eləyək ki, Mil Qarabağ və Aşağı Şirvan kollektorlarının İstismarı İdarəsi Yevlax, Bərdə, Ağcabədi, Kürdəmir, Zərdab və Ağsu rayonları ərazisində yerləşən 4780 km kollektor dren şəbəkəsinin istismarı ilə məşğul olur.